Salam, xoş gördük. Yenə mən Jurnalist Layık Muxtar. Çox maraqlı bir məlumat var. Deməli, deputat Səyyad Aran çox maraqlı bir çıxış edib komitə iclasında. Bildirib ki, nazirlər, komitə sədrləri deputatların məktublarına və telefonlarına cavab vermir. Belə bir çıxışında bildirib ki, xalqla üzbəüz qalan deputatdır, nazir və komitə sədrləri deyil. Seçicilər məndən soruşur ki, ay müəllim, filan məsələ bəs nə oldu? Cavabı mən verməli olam. Bəs ay nazir, ay komitə sədri, sən niyə deputatın müraciətinə cavab vermirsən? Heç olmasa köməkçilərinə göstəriş versinlər. Bizim nazirlərin tempi ölkə prezidentinin iş rejiminə uyğun deyil. Növbəti plenar iclasların birində mən bu adamların adını çəkəcəm, verdikləri cavabı isə çox bivecidir, deyə Səyyad Aran deputat belə bir etirazını, narazılığını bildirib ki, nazirlər deputatlara cavab vermir. Biz də fikirləşirik ki, bu nazirlər cəmaatı qəbul eləyir və s. və ilə axır. Deməli, deputata cavab vermirlər. Sadə vətəndaşı niyə qəbul edib, nəsə dərdini dinləsinlər. Bu da məsələnin əslində başqa tərəfidir. Kanala abunə olmağı unutmayın.